Və yaxud da o gün mənə gəldi, indi mən bu detallarını deyəcəm. Xaçmazda alma sata bilmirlər. Deyirlər ki, yox, siz satanmaz birbaşa Rusiyaya vura bilməzsiniz. Gətirin, satın Aygün xanıma. Aygün xanım yığacaq, aparacaq, satacaq Rusiyaya. Sən birbaşa Rusiyaya satanmaz. Niyə? Bizdə qanun var. 4 hektardan az ərazisi olan adam alma satanmaz birbaşa Rusiyaya. Və deyir, biz 3 nəfərik də, hərəmizdə hektar yarım birləşək, 4 hektarda özümüz sataq. Yox deyir, bir adamın adına olmalıdır 4 hektar yarım. İndi siz mənə cavab verin Aygün xanım. Rayon yerində 4 hektar yarım, 4 hektar ərazisi olan sadə adamın meyvə bağı ola bilər? Yox, icra başçısının ola bilər, prokurorun ola bilər, polis ola bilər, deputatın ola bilər. Deməkdir ki, ümumiyyətlə gət almalı, onun da xeyrini mən görüm. Niyə qardaş, bizim mədəmiz yoxdur. Bu yetim kəndlinin, bu yazıq fağır Qubalının, Xaçmazlının mədəsi yoxdur, balası yoxdur ki, özü satsın, özü yesin. Gərək siz satasınız. Başqa kənd təsərrüfatı məhsullarında da Eynə, bax, buradan Kənd Təsərrüfatı Nazirliyinə də, Qida Təhlükəsizliyi Agentliyinə müraciət ilə, qardaş, sadə vətəndaşa hesablanmalıdır qanunlar. Dəstək proqramı, nə bilim, kəndliyə dəstək proqramı, ona heyvan alırlar, buna heyvan alırlar, nə bilim, kənd təsərrüfatına subsidiya verirlər, dizel pul verirlər, gübrə verirlər. Baxanda belə kağızlara, deyirsən, qardaş, biz belə biraz naşükür xalqıq, bu yetim dövlət bundan artıq neynəsin? Amma sonra gedib kökünə baxırsan ki, buna yazıblar ki, 3000'lik inək, gedib alırlar 1000 manatlıq xəstə inəyi. Qabırğalar görürsən. Qabırğalar o inək. O evladını saxlaya bilmir. O inəyi də tər saxlayıb dirildəcək ki, onun evladını saxlasın. Yəni biz işi görmək xəttinə görmək lazım deyil.